Klientlər, indi qəbula hazırlıq kimi 5-ci sınavımızı paylaşırıq. Videonu burada dayandırıb işləyə bilərsiniz. Siz də insanın bir qismidir. Digərində sınaq 6-da paylaşacağıq inşallah. Birinci sualda nə deyir? Deyir, aşağıdakılardan hansı sosial amillərə aid deyil deyir. Əməkdir, şüurdur, nitqdir. Bir də bilirik ki, ictimai həyat tərzi bunlar sosial amillərdir. Yaşamaq uğrunda mübarizə isə bioloji amillərə aiddir. Daha sonra gəldik ikinci sualımıza. Antropos sözünün mənası insan deməkdir. Bəzi heyvanların ətraf mühitdə əşya və hadisələr arasında olan əlaqəni duymaq və ondan istifadə etmək qabiliyyəti var. Bu nə adlanır? Nöqtələrin deyir yerinə uyğun gələn sözü qeyd edin. Deməli, ətraf mühitdəki əşya və hadisələr arasında əlaqəni hiss eləmək, ondan istifadə eləmək qabiliyyəti bilirik ki, düşüncəli fəaliyyətə aiddir. Məsələn, orada kitabda da bir nümunə var idi ki, meymun banana çatmaq üçün yeşikləri qoyur üst-üstə və o istədiyinə çatır. Bunu da buna misal eləyə bilərik. Doğru cavab olur düşüncəli fəaliyyət. Dördüncü sualda deyir, beynin biocəryanını ölçən cihaz hansı variantda verilibdir? Beynin biocəryanı deyirsə, bilirik ki, elektrosefograf beynin biocəryanını ölçür. Radiometriya ilə endoskopsiya həzmdədir. Tonometr qan təzyiqidir. Elektrokardioqrafda bilirik ki, ürəyin biocəryanlarını öyrənir. Daha sonra 5-ci sual. Orqan və orqanizmlərin yerinə yetirdiyi funksiyalar öyrənir. Funksiyaları deyirsə, funksiyanı bilirik ki, insan fiziologiyası öyrənir. Yerimə, qaçma, üzmə reflekslərinə nəzarət eləyir, ara beyindir. 7-ci sualda deyir, baş beyin yarımkürəsinin sol payında 70 min neyron varsa, yarımkürədə cəmi neçə sinir hüceyrəsi var? Deməli, sol payında 70 min neyron varsa, sağ payında da 70 mindir. Cəmi 140 min nədir? Neyron. Neyronlardan da bizdən nəyi soruşur? Deyir, sinir hüceyrəsi dediyinə görə peyk hüceyrələrində tapırıq. 140 min neyron varsa, deməli 10 dəfə bundan çox nə var? Peyk hüceyrəsi var. 1 milyon, belə deyək, 1 milyon 400 min 1 milyon 400 min nə var? Neyron var, deməli. 1 milyon 400 min neyron var, deməli. Daha doğrusu peyk hüceyrəsi var. Bunların da cəmini toplayanda 1 milyon 400 min, 140 min də üstünə gəlir, eləyir 1 milyon 540 min ümumi hüceyrənin sayını verir bizə. Gəldik 8-ci suala. 8-ci sualda düzgün mülahizəni tapın deyir. 3 onurğa beyinin bel şöbəsi və parasimpatik sinirlərin mərkəzi hesab edilir. 3 onurğa beyinin bəli, bel şöbəsidir, amma parasimpatik yox, simpatik sinirin mərkəzidir. Buna görə A variantı səhvdir. B-də deyir, üstdən gələn simpatik sinirlər bağırsaqların dalğavari hərəkətini gücləndirir. Üstdən gələn simpatik sinir bağırsaqların dalğavari hərəkətini bilir ki, simpatik sinirlər zəiflədir. Gücləndirmir. Bu da səhvdir. Ürəyin işini gücləndirən parasimpatik sinirlər 2 şöbəsindən gəlir. 4 şöbəsindən gəlir deyir. Parasimpatik sinir ürəyin işini zəiflədir. Bu da səhvdir. Böyrəklərə gələn simpatik sinirlər 3 şöbəsindən gəlir. Yəni 1 şöbəsindən gəlir. Simpatik sinirlər bəli. Bu da doğru cavab ilə D variantıdır. 4-də deyir, oma şöbəsidir və simpatik sinirlər buradan gəlir. Səhvdir. Çünki oma şöbəsi baş beyin kötüyü və oma şöbəsi onurğa beyinin. Parasimpatik sinirin mərkəzidir. Doğru cavab oldu D variantı. 9-cu sualda deyir ki, aşağıdakılardan hansı mərkəzi sinir sistemindən kənara çıxır? Mərkəzi sinir sistemindən kənara çıxır deyir. Ara neyronun hamısı bilir ki, mərkəzi sinir sistemindədir. Ona görə ara neyronları çıxdıq. Dendrit də, cismi də, aksonu da. Hərəki neyronun dendriti. Hərəki neyronun dendriti cismi mərkəzi sinir sistemindəndir, amma aksonu mərkəzi sinir sistemindən kənara çıxır. Ona görə doğru cavab olur Y variantı. Birinci şöbə bilir ki, nədir? Reseptor. Daha sonra gəlir hissi yol, dendriti, cismi, aksonu. Sonra gəlir mərkəz. Mərkəzdə ara neyronun dendriti, cismi, aksonu. Hərəki neyronun dendriti, cismi və aksonu bilir ki, neyinir? Mərkəzi sinir sistemindən kənara çıxır və gəlir effektor orqanlara. Sonra gəldik 10-cu sualımıza.
Mürəkkəb refleks qövsü neçə mərhələdən ibarətdir və 3-cü mərhələsinə aiddir? Refleks qövsü 5 mərhələdən ibarətdir və 3-cüyə də görürük ki, 1 reseptor, 2 hissi yol, 3 mərkəz, 4 hərəki yol, 5 də effektor orqanlar və yaxud da işçi üzvdə deyə bilərik. Doğru cavab olur A variantı. 11-ci sualda. Qadında daxili sekresiya vəzlərinin sayı X olarsa, qarşı sekresiya vəzlərinin sayı Y olarsa, X-Y-in cəmini tapın. Daxili sekresiya vəzlərinə gəlin sayaq. Bir dənə epifiz. Üzərinə gəlirik. Bir dənə hipofizdir. Sonra bir dənə qalxana bənzər. 4 dənə qalxana bənzər ətraf vəzi. Bir dənə timus vəzi və 2 dənə də böyrək üstü vəz. Bunların cəmi bizə verir 10 dənə daxili sekresiya vəzlərini. Sonra gəldik qarışıq sekresiya vəzlərinə. Qarışıq sekresiya vəzlərdə mədaltı vəzdir, yumurtalıqlardır, toxumluqlardır. Bizə də qadında dediyinə görə yumurtalıqları götürürük təbii ki də. Ona görə də bir dənə mədaltı vəzdir, 2 dənə də yumurtalıqdır. Cəmi 3 dənə. Bizdən də X ilə Y-in cəmini deyir. O da olur 13 dənə cəmi. Gəldik 12-ci sualda. Aşağıdakılardan hansı epifiz vəzin hazırladığı hormona aiddir deyir. Deməli, oksitosin hormonu bilirik ki, hipofizin hazırladığı hormondur. İnsulin mədaltı vəzdir, vazospirin hipofizi vəzindir, melatonin epifiz vəzindir. Doğru cavab elə D variantıdır. Tiroksin də qalxana bənzər vəzindir. Qalxana bənzər vəz hormonu çox ifraz olunduqda hansı xəstəlik yaranır? Qalxana bənzər vəzin deyir hormonu çox ifraz olunanda, yəni tiroksin hormonu çox ifraz olunanda bilirik ki, nədir? Bazidov xəstəliyini yaradır. Gəldik 14-cü sualda. Yumurtalıqların eksokrin məhsuluna aiddir. Eksokrin məhsulu deyirsə, yumurtalıqdan danışır, olur yumurta hüceyrə. Estrogen bilirik ki, endokrin məhsuldur, yəni qana ifraz olunur, daxili sekresiya vəzi kimi. Testosteronla androgen toxumluqların hazırladığı hormonlardır. Bunlar da qana ifraz olunur. Spermatozoid də toxumluqların eksokrin məhsuludur. Amma yumurtalıqların eksokrin məhsulu olur yumurta hüceyrə. 15-ci sualda deyir, insanda boyun inkişafına və cinsiyyət sisteminə təsir göstərir deyirsə, hipofiz vəzi olur. Hipofiz vəzi. Daha sonra gəldik 16-cı suala. Deyir, əgər sümük toxumasında 12 qram hüceyrə arası maddə varsa, sümük hüceyrəsinin kütləsini tapın. Sümük toxumasının bilirik ki, 3də 2-si hüceyrə arası maddədir. 3də 1 də sümük hüceyrəsidir. Bunu da 3də 1-ni tapanda oradan nəyi tapırıq? Eləyir, deməli 6 qram. 6 qram deməli sümük hüceyrəsidir. 12 qram da nədir? Hüceyrə arası maddədir. Yəni 3də 2-si 12 qramı hüceyrə arası maddəyə gedir. 3də 1 də 6 qram da sümük hüceyrəsinə gedir. Daha sonra İnsanın sol təpə sümüyü bilavasitə neçə sümüklə birləşir? Sol təpə sümüyü 4 sümüklə birləşir. Bir sağ təpə ilə, qabaqda alınla, yandan gicgahla, arxadan da ənsə sümüyü ilə. 18-ci sualda insanın döş qəfəsində olan sümüklərin sayı X olarsa, döş qəfəsindəki sümüyün sayı nə qədərdir? 37 dənə sümükdür. Çünki 12 dənə döş fəqərəsi, hər fəqərə 2 qabırğa birləşir. 24 dənə qabırğa, bu elədir 36, tək döş sümüyü də 37. Daha sonra Y-ə baxaq. Çiyin qurşağında Y olarsa, çiyin qurşağında 4 dənə sümükdür. 2 kürək, 2 körpücük. 4 də bu. Z-imiz də deyir, 4-cü döş fəqərəsinə birləşən sümüklər. Döş fəqərəsinə də bir dənə döş fəqərəsinə 4 sümük birləşir. 2 qabırğa, özündən yuxarıki fəqərə, özündən aşağıki fəqərə. Yəni 4. Bunların da cəmi, bizdən də X-Y-in cəmini istəyir. Bunları da cəmləyirik. O da eləyir 45. Doğru cavab Y variantı. Fəqərələrdə hansı birləşmələrə rast gəlmək olar? Fəqərələrdə hərəkətli var. Birinci boyun fəqərəsini deyə bilərik. Ənsə ilə. Sonra hərəkətsiz var. Məsələn, omanı deyə bilərik, büzdümü deyə bilərik. Yarım hərəkətli də məsəl üçün döş fəqərəsi, digər boyun fəqərələri, bel fəqərəsini misal göstərə bilərik. Doğru cavab olur Y variantı. Sonra gəldik.
Şəkildə 1 və 2 rəqəmi ilə verilmiş əzələnin adını və funksiyasını yazın. 1 rəqəmi ilə bazunun 2 başlı əzələsi, 2 rəqəmi ilə bazunun da 3 başlı əzələsi göstərilmişdir gördüyümüz kimi. Bunların da funksiyasını bilirik. Bazunun 2 başlı əzələsi bükücüdür. 3 başlı bazunun əzələsi də nədir? Açıcıdır. Gəldik 21-ci suala. Sol əl daraq arxası sümüklərin cəmini istəyir bizdən. Sol əl daraq arxası sümüyü 8 dənədir, yəni bilək sümüyü. Sağ ayaq daraq arxası sümüyü 7 dənə. Aşağı ətraf qurşaq skeleti çanaq sümüyüdür 2 dənə. Yalançı qabırğalarda olan sümüklər, yalançı qabırğalarda da 3 cütdür, yəni 6 dənə. Olan sümüklərin cəmini yazın. 15, 17, 23. Cəmi olur 23 sümük. Əgər insan ürək sikli 1 saniyə çəkərsə, onun nəbzi 1 dəqiqədə neçə vurğu, yəni olar. Bunu soruşur bizdən. Əgər 0,8 saniyədə bir dəfə döyünür da normalda. Budur. İndi deyir ki, ürək sikli 1 saniyədir. Yəni 1 saniyədə bir dəfə döyünür. 1 dəqiqədə nə qədər döyünər? Yəni 60 saniyədə də 60 dəfə döyünəcək. Doğru cavab olur 60. 23-cü sualda insan ürəyinin 0,4 saniyəlik sikl şəraitində qulaqçıqların stolası mədədçiklərin stolasından nə qədər az olar? 0,8 saniyəlik sikl şəraitində qulaqçıqlar 0,1, mədədçiklər də 0,3 saniyə çəkir bilirik. İndi 0,4 saniyəlik sikl deyir. 2 dəfə sürətlidir, yəni. Onda qulaqçıqların stolası 0,5 saniyə çəkər. Amma mədədçilərin stolası da 0,15 saniyə. Nə qədər çox olar deyir? 0,1 saniyə çox olar. 24-cü sualda insan ürəyinə birləşən damarların sayı x olarsa, insan ürəyinə 8 dənə damar birləşir bilirik ki, aortadır, sonra aorta sol mədəciyə, sonra sol qulaqçığa 4 dənə ağciyər venasıdır, bu da 5 dənə elədi. Sonra gəlir ağciyər arteriyası sağ mədəcikdən 6 dənə, 2 dənə də aşağı və yuxarı boş vena sağ qulaqçığa birləşir, eləyir 8 dənə. 8-dir. İkisini tapdıq 8. Sol qulaqçığa birləşən damarların sayı da 4 dənə ağciyər venasıdır. Üstə də gəlirik neçə? Y, yəni 4 dənə ağciyər venası. Doğru cavab olur 12. Qan insan ağciyər kapillyarlarında 75 mm məsafə qət etmişdir. Bu zaman ürəyin 0,5 saniyəlik sikl şəraitində neçə nəbz vurğusu olar? Deməli, baxaq. 0,5 saniyəlik sikl şəraiti deyir bizə. Biz bilirik ki, 0,5 metr bölünsün saniyə ilə 1 saniyədə daha doğru desək, 1 saniyədə 0,5 millimetr məsafə gedir kapillyarlarda. İndi 75 millimetr məsafəni nə qədər vaxta gedər? X. Buradan da x-i tapırıq 150 saniyə. İndi 0,5 saniyəlik sikl şəraitində deyir. Ona görə də nə edirik? 0,5 saniyədə bir dəfə döyünürsə, 150 saniyədə nə qədər döyünər? Buradan da x-i tapırıq. Bu da eləyir deməli 300. Doğru cavab olur 300. Daha sonra gəldik digər sualımıza, yəni 26-cı suala. Doğru olmayanları seçin. Elektrositlər əsas funksiyası oksigeni daşımaqdır. Doğrudur. Bunu seçmirik. Qan verən, bu doğrudur. Bunu görə bunu götürmürük. Qan verən donor, qan alan resipient, bu da düzdür. RH müsbət qan qruplu insan, RH mənfi qan qruplu insana bir dəfə qan verə bilər. Bəli, birinci dəfə qan verə bilər, amma sonradan təkrarlana bilməz. Bu da orqanizmin məhvinə səbəb olar. Bu da doğrudur. Rezus amili ilk dəfə Lantişeyner və Winner kəşf etdi. Bu da doğrudur. Talasemiya sümük iliyi xəstəliyi olub deyil. Leykozitlərin çoxalması baş verir. Bu səhvdir. Bunu götürürük. Çünki bu leykozdur. Leykozitlər qırmızı sümük iliyində əmələ gələ bilər. Doğrudur bu. AB qan qruplu insan, yəni 4-cü qan qruplu insan AA və BB 2-ci və 3-cü qan qruplu insanlara qan verə bilər deyir. Amma əslində qan verə bilməz. Yağlar həzm zamanı limfa ilə daşına bilər, düzdür.
Süni immunitet peyvəndlər və həyatda qazanılmış olmaqla iki qrupa bölünür. Həyatda qazanılmış deyir bu. Təbii immunitetdədir. Bu da səhvdir. Dalaq və badamcıqlar immun sistemi orqanları hesab edilmir deyir, amma əslində edilir. Ona görə də 7-ni də götürürük. Daha sonra gəldik 9-u da götürürük, 10-u da götürürük. Doğru cavab olur 5, 7, 9, 10. Situasiyamıza baxaq. 28, 29, 30-cu suallarımız bununla bağlıdır. Tural oyun oynayarkən yıxıldığı üçün ailəsi Turalın arxası üstə uzadıb hərəkətliyini təmin edərək həkimə müraciət elədi. Həkim səhv ilkin yardım olunduğunu bildirərək Turalı ilkin yardım olaraq üz üstə bərk yerə uzadılmalı olduğunu dedi. Nə üçün həkim Turalın üzü üstə bərk yerdə uzadılmalı olduğunu dedi? Çünki Turalın onurğa sütunu zədələnmişdir. Onurğa sütunu zədələndə xəstəni üzü üstə bərk yerdə uzatmaq lazımdır. 28-ci sualımızın cavabı budur. 29-da deyir, Tural ailəsi göstərdiyi ilkin yardım hansı sınıq zamanı göstərilir? Turalın ailəsi hansı ilkin yardımı göstərir? Arxası üstə uzadıb hərəkətliyini təmin ediblər. Arxası üstə uzadılanda da kəllə sümüyü sınan zaman xəstəni arxası üstə uzatmaq lazımdır, hərəkətliyini təmin etmək lazımdır. Bu da olur 29-cu sualımızın cavabı. 30-cu sualımızda deyir, sınıqlar neçə cür olur və hansılardır? Sınıqlar iki cürdür, açıq və qapalı sınıqlar. Qapalı sınıqlar zamanı dərinin tamlığı pozulmur. Açıq sınıqlar zamanı isə dərinin tamlığı pozulur və sümüklər xaricə doğru da çıxa bilər. Bu qədər əziz abituriyentlər, növbəti sınaq izahlarında görüşənədək.